Hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. Bugün ictimai diqqətin mərkəzində olan əsas mövzulardan biri Qərbi Azərbaycana qayıdışdır, onun hüquqi əsaslarıdır, onun tarixi reallıqlarıdır, mədəni kontekstdə, mənəvi kontekstdə bu aktual problemin həll olunmasıdır. Bunun üçün də Azərbaycan Prezidenti əslində 2022-ci il dekabr ayının 24-də qayıdışın həm fəlsəfəsini, həm hüquqi əsaslarını, həm də ümumi konsepsiyasını ortaya qoymuşdur. Amma əlbəttə ki, keçən verilişlərimizin birində bizim çox mötəbər bir qonağımız vardı, akademik Abil Məhərrəmov. Biz onunla tarixi zəfərimizə gələn yola 15 iyun Qurtuluş Günü kontekstində işıq salmışdıq. İndi isə 15 iyundan sonra yaranan qüdrətli Azərbaycanın indiki şərtlərdə hansı perspektiv imkanlara malikdir və Qərbi Azərbaycana necə qayıda bilərik məsələsinə toxunmaq istəyirik. Abil müəllim, xoş gəlmişsiniz. Sağ olun, təşəkkür edirəm. Sizlə müsahib olmaq çox xoşdur. Çünki siz bir ziyalı kimi həm Azərbaycandakı mədəni mühiti, elmi mühitlərindən bilirsiniz. Həm də Qərbi Azərbaycanda, Ermənistanda doğulmuş, böyümüş, daha doğrusu Azərbaycanda doğulub, o tarix faciələrdən sonra yenidən Ermənistanda yaşamış və o mühitdə təhsil almış. Ondan sonra da Ermənistanın elmi, ədəbi mühiti ilə əlaqələrini kəsməmiş, həmsəhəmsiyətdə olmuş bir ziyalımızsınız. Keçən dəfə sizinlə biz 15 iyun Qurtuluş Gününün fəlsəfəsi, tarixi əhəmiyyəti kimi məsələlərə toxunduq və tarixi zəfərimizi məhz 15 iyundan başlayan strateji yolla əlaqələndirdik. Və dedik ki, ondan sonra başlayıbdır Qərbi Azərbaycanda qayıdış məsələsi. Mən istəyirəm ki, bu barədə danışaq. Sizcə, indiki mərhələdə qayıtmaq konsepsiyamız mövcuddur, amma o sosial mühiti, sosial adaptasiyanı yaşamaq sizcə necə olacaqdır? Bu mümkündürmü? Hansı şərtlərlə mümkündür? Bunun mənəvi, sosial aspektlərindən bir qədər danışaq. Çox sağ olun Hikmət müəllim, çox maraqlı sualdır. Və bu sual ətrafında neçə şey yaşayırıq, həmişə düşünmüşük, həmişə. Ancaq bugün bu sual, bu məsələ aktuallığı çox üzdədir və ümidverici bir aktual məsələdir ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası necə həll oluna bilər? Əlbəttə, bu qayıdış konsepsiyası insanların belə düşündüyümüz kimi o milli ideologiyamızın elə bir yenidən canlanması deməkdir. Qərbi Azərbaycana qayıdışın yalnız Qərbi Azərbaycanlıları yox, bütün Azərbaycan xalqının istəyi arzusudur. Əlbəttə, öndə gedən Qərbi Azərbaycanlılardır ki, hərə istəyir öz torpağını geçsin, görsün, böyüyüb başa çatdığı o tarixi yerləri bir ziyarət etsin, görsün gəncliyi necə keçibdir. Məsələn, bugün Qubalı sağ olsun, nəvələrini apara bilir Qubaya, göstərir ki, bax, mən bu kənddə böyümüşəm, bu sudan içmişəm, bu meşəni gəzmişəm, bu tarlanda otu biçmişəm, Lənkəranı da bu iş edə bilir, Səlyanı da edə bilir. Ancaq Qərbi Azərbaycanlılar bu imkandan istifadə edə bilir, məhrumdular. Əlbəttə, bu çox böyük tarixi hadisədir. Mənim ailəm, atam, anam və mən özüm və məndən sonra gələnlər biz 3 dəfə deportasiyanı biz görmüşük. Atam, anam 18-ci il hadisələrində uşaq olublar, görüblər. Sonra 48-53-cü ildə, xüsusən 48-ci ildə bizim ailə deportasiya olubdur. Mən ona görə də Ağdam şəhərinə, əvvəlcə başqa rayonlar olmuşuq, sonda Ağdam şəhərinə köçüblər. Yəni o deportasiyanın, belə deyək, qurbanların biri də mən olmuşam, əslində qalsa. 3-cü deportasiyada hamımızın yaxşı yadındadır. Bu deportasiyalar maraqlıdır ki, birinci deportasiya, indi deyirsin, niyə qayıtmağa hüququmuz var? Birinci deportasiya nədən başladı? O vaxt, 1918-ci ildə həm Azərbaycanda, həm Ermənistanda Respublika elan eləyən zaman qaydalardan biri oldu ki, orada o dildə danışan və əhalinin sayı 50-dən yuxarı olmalıdır. O dövrdə Azərbaycanlıların sayı yuxarı idi, ermənilərin sayı aşağı idi 18-ci ildə. Məcbur oldular, onların bir hissəsini uzaqlaşdırdılar deportasiya. Məsələn, mənim anamgil bir hissəsi Karsa köçmüşlər, bir hissəsi İrana getmişdilər. Şaxtaxtı yolu vasitəsilə İrana köçmüşlər, İrəvandan.
Yəni sonra hadisələr biraz soyuyandan sonra ki, artıq Respublika müəyyəndən sonra qayıtdılar. İkinci deportasiya İkinci Dünya Müharibəsindən sonra oldu. Bu tarixi yoldaşlar yaxşı bilir. Yəni əslində o torpaqlar bizim tarixi, əbədi torpaqlarımız, əzəli torpaqlarımız olubdu. Biz ora hökmən qayıtmalıyıq. Və heç kimi bəs Birləşmiş Millətlər Təşkilatı var, dünyada böyük qurumlar var, insan hüquqlarını qoruyan bütün bu qurumlar deyir ki, insan hara istəsə ora gedə bilər. Bəli. Öz doğulduğu torpağa. Necə ola bilər ki, biz doğulub boya başa çatdığımız torpağa gedə bilməyək? Və tarixi zəfərdən sonraki böyük qələbə əldə elədik. Əlbəttə, çox vaxtında və yerində olan bir qərar idi ki, Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək verildi, ortaya qoyuldu və xalq bunu dəstəkləyir. Bu arzu ilə də insanlar yaşayır. Bu arzunu biz gec-tez həyata keçirtməliyik. Və onu da deyim ki, bəzən gənclər də sual verir. Biz universitet auditoriyalarında olarkən, tədbirlər keçirdərkən Qərbi Azərbaycanla bağlı ki, siz bunu necə təsəvvür edirsiniz, necə gedib gələ bilərik? Əlbəttə, bu iş növbədə mənə elə gəlir ki, beynəlxalq müstəvidə, beynəlxalq hüquq qaydaları əsasında bu iş həyata keçirməlidir. Bugün bunun dəqiq reseptini vermək ki, biz belə gedəcəyik, belə qayıdacağıq. Necə ki, o tarixi zəfərimizi hissə-hissə əldə elədik, mən əminəm ki, bunu da beynəlxalq hüquq müstəvisində möhtərəm prezidentimizin bu yüksək səviyyəli təşkilatçılıq müstəvisində bunu da yavaş-yavaş həyata keçirəcəyik. Ancaq onu deyim ki, mən az-çox ermənicə də bilirəm, hərdən qulaq asıram, onlar Qarabağ məsələsindən razılaşdılar falan. Ancaq bu Qərbi Azərbaycana qayıdış gələndə çox narahatçılıq keçirirlər və çox da bu məsələ onlara biraz mənfi təsir edir. Ancaq bilmirlər ki, dünya belədir ki, insan hüququ qorunmalıdır. Bəli. Mən o torpaqdan adam olmuşam, əzəli mənim torpağımdırsa, mən heç olmasa o torpaqda gedib gəzməyə, baxmağa, borcumu verməyə, İstəsəm yaşamağa da hüququm çatmalıdır. Öz torpağımdır, gedib orada mən yaşamalıyam. İndi Qarabağdakilərlə müqayisə bəzən eləyirlər, bu düzgün deyil. Qətiyyən düzgün. Qarabağa, bizim torpaqlara İrandan gələn ermənilər Qarabağda olubdur. Onların müəyyən illərdə tarixlərini, 100 illiklərini qeyd ediblər, 175 illiklərini. Mən kitablarda bunlar oxumuşam. Ancaq bizim 5000 illik tariximiz var. 5000 il bundan əvvəl biz orada yaşamışıq. Bu tarixi torpağımızdır. Ali Rəhman, çox doğru deyirsiniz. Məsələ belədir ki, indi o əraziləri bizdən alıblar. Erebuni qalasının, tutaq ki, Erebuninin 5000 illiyindən danışanda bəzən bizim ictimai rəydə qızıq yaranır ki, hardandır 5000? İrəvanın, tutaq ki, qədim tarixindən danışanda deyirlər ki, hardadır bu qədər? Mənə elə gəlir ki, bu o qədər də doğru yanaşma deyil. Doğrudan da Erebuninin 5000 tarixi ola bilər. Amma o kimin aiddir? 5000 il əvvəl biz onu yaratmışıq, bizə aiddir. Bəli. İndi sadəcə son 100 ildə bir qısqanclıq yaranıb ermənilər o tarixi üzərində qarşı çıxdıqlarına ki, biz də buna etiraz edirik. Mən bayaq bir məsələyə toxundum. Ədəbi elmi mühit. Qərbi Azərbaycanlılar öz vergilərinlə, öz əmək funksiyalarını yerinə yetməklə, əmək istehsal münasibətlərinə cəlb olunmaqla Ermənistan iqtisadiyyatının bir parçası olubdur. Elmlə, təhsillə məşğul olmaqla Ermənistan elmi mühitinin tutaq ki, mədəniyyət istehsal ediblər, İrəvan Dram Teatrı, Cəfər Cabbarlı adına Azərbaycanlılara məxsus olubdur və s. və s. Bütün bunlar, əlbəttə ki, orada bir Azərbaycanlı mədəni mühitini 1987-91-ci illərə qədər qoruyub saxladı. Həm elmi kontekstdə, həm mədəni, həm ictimai kontekstdə Ermənistan mətbuatının bir parçasıdır və s. Amma bu proses dövlət quruculuğu prosesidir. Yəni biz vergimizlə o dövlətin quruculuğunda iştirak eləmişik. Nüfuzumuzla, demoqrafik göstəricilərimizlə. Məsələn, əvvəlindən bəri tutaq ki, sizin valideynlərinizdən biri ananız İrəvanda doğulubdur, sonra müəllim kimi göndərilibdir tutaq ki, Amasya rayonuna. Bizim kəndə biri gəlmişdi, yenə bir Rus idi, Anna Ivanovna, Azərbaycanda bilirdi, gəlib bizim kənddə müəllim işləyirdir. Yəni Ermənistan dövlətinin dövlət kimi formalaşmasında da biz iştirak eləmişik. İndi biz hardan başlamalıyıq məsələn? İnteqrasiyanı, o ictimai etimad mühitini. Mənə elə gəlir ki, Qərbi Azərbaycanlılar yalnız öz torpaqlarına qayıdarlarsa ictimai etimad mühiti yarana bilər və real sülh üçün zəmin yarana bilər.
Bu günlərdə Ermənistan demək Təhlükəsizlik Şurasının sədri Alin Simonyan deyir ki, Qərbi biz sülh müqaviləsi imzalanmaz. Hətta Qərbi Azərbaycanlıların qayıdışı məsələsinə toxanda əvvəlki mövqedən bir qədər yumşaq mövqe sərgiləyir. Onlar da Ermənistana gələ bilərlər deyir. Sizcə 2022-ci il 24 dekabrdan bəri gələn yol Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması Ermənistandakı ictimai fikri bu pozitiv istiqamətə yönlənməsində müəyyən təsir rol oynaya bilibdimi? Çox maraqlı sualdır. Yəni birmənalı həllini də demək çox çətindir, açıq danışır. Çünki onların mentalitet xarakterini siz bilirsiniz erməniləri. Mən onları yaxşı bilirəm. Mən bir müddətdə orta məktəbi Yerevanda oxumuşam, Kirov məktəbində. Yəni orta məktəb dostlarım da bu gün Azərbaycan cəmiyyətində var, tanınmış adamlardır. Yəni o mühiti mən çox yaxşı bilirəm. Yerevan Dram Teatrında da olmuşam dəfələrlə. Qohum əqrəbəm də xalq artisti vardı, Muxtar Afşarov rəhmətə gedibdi, bizim daimimiz idi. Orada iştirak edirdi, gəlib dəfələrlə teatrda. Yəni o gələrkən xüsusilə biz gedirdik o teatra. Yəni ictimai həyatında Ermənistanın Azərbaycanlıların rolu olduqca böyükdür. Onların bizim ictimai həyatımızda, belə deyək, Qərbi Azərbaycan ictimai həyatından müqayisə edəndə də biz onlardan geri qalmırıq. Bugünkü Ermənistandan götürsən, formalaşmasında, məsələn, mənim anam Ermənistanın əməkdar müəlliməsi olubdur. İlk Azərbaycanlı qadın idi ki, Ermənistanın əməkdar, deməli, Azərbaycanda maarifçiliyin, belə deyək, təhsilin inkişafında bizim gimnaziyalarımızın böyük rolu olubdur. Maarifçilik mühiti formalaşdıran insanlarımız olduqca çox olubdur. Çox onların zəhməti olduqca dəyərləndirilməlidir. Yəni, bugün ermənilər deməsin ki, bu bugünkü Ermənistan, belə deyək də, mövcudluğunda ictimai şuurun formalaşmasında Azərbaycanlıların müstəsna xidməti olubdur. İndi təsəvvür edin, məsələn, mən orta məktəbi qutaranda bir sinifdə 12 medalist bitirmişdik. Bu nə deməkdir? Cəmi Ermənistanda 48 idi, yox. Cəmi 60 idi, 48-i ermənilər idi, 12-si bir kənddən idi. Deməli, maarifçilik mühiti güclü olub ki, yəni maarifçilik, təhsil mühiti Ermənistanda Azərbaycanlılar tərəfindən, Azərbaycan kontingenti tərəfindən çox irəli aparılıbdır. Əlbəttə, əsas bu dəqiqə o barədə biz qeyd edə bilərik. Tarixi abidələrimizi düzdür, silib atırlar, ortadan çıxardırlar. Bu da bizi çox narahat edir. Çünki bizim tarixi abidələrimiz bizim tarixdir. Onları yaşatmaq lazımdır. Ancaq mən hesab edirəm ki, mən ermənicədə qulaq asdığıma görə bunu deyə bilirəm ki, onlar da ümid edir ki, biz ora qayıdacağıq. Ancaq beynəlxalq müstəvidə variantlar axtarırlar ki, bizə müsbət cavab versinlər. Çünki bu çıxılmazdır. Əgər qlobal dünyada vətəndaş cəmiyyəti qurmaq düşüncəsindən biz yaşayırıqsa, insan hara istəsə ora getməyə əldə etməlidir. Biz də öz torpağımıza gedirik, qıraq yerə qonaq getmirik ki, onlar orada qonaqdır. Ancaq o torpaq bizimkidir. Biz onu təsdiqləyəcəyik. Qərbi Azərbaycana qayıdış konsepsiyası öz bəhrəsini verəcəkdir. Bu da dövlətlər arasında münasibətləri də xeyli durulaşdıracaqdır. Bax, mən o günü bir daha yenə eşitdim ki, möhtərəm prezidentimiz o fikirdədir ki, Azərbaycan, Qərbi Azərbaycan olan ziyalılar ora qayıtmalıdır, dialoq keçirilməlidir və s. Bu çox yaxşı fikirdir. Ziyalıların görüşməsi, o beynəlxalq müstəvidə bu məsələnin həlli üçün bir dayaq nöqtəsi tapa bilər. Platforma yarada bilərik ki, bunu necə həll edək, yavaş-yavaş gedək. Sabah müqavilə bağlayandan sonra, dövlətlər arasında sülh müqaviləsi bağlanandan sonra mənə gəlir bu məsələ xeyli durulaşacaq və yumşalacaqdır, əlaqələrimiz möhkəmlənəcək. Çox doğru buyurdunuz, Abdülhamid. Təşəkkür edirəm. Doğrudan da bir qədər zamana ehtiyac var. Nəticə etibarilə o torpaqlar bizimdir. Və çox maraqlı bir məsələyə toxundunuz ki, əsla və əsla Azərbaycanda yaşayan ermənilərlə tarixən Qərbi Azərbaycan torpaqlarında yaşamış Azərbaycanlıların müqayisə edilməsi qətiyyən doğru deyil. Çünki biz o torpaqların aborigenləriyik, orada doğulmuşuq, əcdadımızın orada izi var. Ermənilər isə bura sonradan gəlmişlər və onu bildiklərinə görə də könüllü şəkildə getdilər. Biz də könüllü şəkildə sülh yolundan öz torpaqlarımıza qayıtmaq istəyirik. Çox sağ olun, təşəkkür edirik. Sağ olun. Hörmətli tamaşaçılar, bugün necə ki, bir zamanlar hər birimiz üçün xəyal olan, arzu olan Qarabağ torpaqlarına qayıdışımız baş tutubdur. Bugün necə ki,
işğaldan azad olunmuş ərazilərimizdə hava limanları tikilir, infrastruktur yaradılır. Uzaq, yaxın xaricdən qonaqlarımız gəlir, Azərbaycan vətəndaşları öz ata-baba torpaqlarına qayıdırlar. Bir gün gələcək ki, biz sülh yolundan Qərbi Azərbaycan torpaqlarına da qayıdacağıq. Ona görə də mənə elə gəlir ki, bunun yolu hörmətli akademik Abdülməhərimovun qeyd elədiyi məsələlərdən keçir. Yavaş-yavaş tarixi şərtlər formalaşdıra və dəmir yumruğun kompasını təqib edərək biz Qərbi Azərbaycana qayıdacağıq. Yolumuz Qərbi Azərbaycanadır. Sağ olun, növbəti fürsətlərdə görüşənədək.